Salam hər kəsə. Gördüyünüz kimi bugünkü videomuza hər hansı bir təmir tikinti gedən mənzildən deyil də hava limanından başlamışam. Buna da səbəbi videonun adından da artıq görürsünüz. Belarusiyaya gedirik. Kosmik zavoduna səfərimiz var. 3 gecə 4 gün orada olacaq və parketin necə istehsal olunduğunu ətraflı şəkildə görmüş olacaq. Bacardığım qədər, əlimdən gəldiyi qədər çəkib bu detalları sizinlə də paylaşacağım. Saat gecə 4-dür və artıq 45 dəqiqədən sonra təyyarəmiz yola düşəcək. Hazırlaşmışıq. Bizdən əlavə bir 19-20 nəfər həmkarımız da var. Təşkilatçılığa görə və bizi dəvət etdiyinə görə də ayrıca olaraq Parket City mağazasına da öz təşəkkürümü indidən bildirirəm. Çətinliklə də olsa Belarusiya gömrüyünü keçə bildik. İndi aeroportdan çıxmışıq. Yollanırıq Atilə tərəf. Şam ağaclarının belə əhatəsində çox gözəl görsənir. Heyf ki, bizim iqlimə uyğun deyil və bizdə belə uzun inyərpalı ağaclar yoxdur. Haradasa 3 saatlıq təyyarə ilə uçuş və sonra da 1 saat yarımlıq maşınla yol gəldikdən sonra öz qalacağımız otelə gəlib çatdıq. Belə, bu havası çox qəşəngdir, çox sakit. Heç bir səs yoxdur da, o qədər sakitlik özümlə danışmaq istəmirəm. Bir kiçik balkonumuz var, burada hər şey taxtadandır, təbii ki, Belarusiya olduğuna görə, xammal bol olduğuna görə və döşəmədə də Kosfikin parketini görə bilirik artıq. Burada belə divan, jurnalinin yataq, çalışma masası, divar paneli, qardırop, hər şey taxtadan istehsal olunub. Bu çalışma masasını da ayrıca bəyəndim, çünki kompüterimizi burada yerləşdirdik. İndi gün ərzində özümüz burada olsaq da Bakı ilə əlaqədə olmalıyıq. Müəyyən işlər var ki, onları təhvil verməliyik. Gedək bir səhər yeməyimizi də yeyək, sonra baxaq bizi bugün nələr gözləyir. Qayda dovşaqda, divarda. Aha. Taxta teksturalı keramogranit oxşasa da bu əslində mühəndis lövhəsidir. Və 2017-dən buradadır. Ayşin, nə deyirsən bu paket? Ayşin xanım da bizləndi bu ekskursiyamızda. Bizləndi, siz bizləndi. Olsun, gənc dizayner memarlara həmişə dəstəyimiz olub. Yəni bir-birimizə nə yəni, hə? Al səni qapaqla. Nicat bəy. Çox. Gedirik aləsi, özümüz də bilmirik. Görək. İlərdə gedirik. Burada idman zalında da istifadə olunub bu parketlər. Trenajör otağında da. Böyük ölçülü modeldir. Ölçülərin həm eni çoxdur. Eni standartdan daha yox. Həm də uzunluğu.
Burada döşəmədə Fransız yolkası istifadə olunub. Biz bir neçə video öncə vlogda mən almışı təqdim eləmişdim. O mənzildə biz elə Crosswick markasının mühəndis lövhəsini montaj edirdik və indi Parmada orada da belə Fransız yolkası idi döşəmədə. Sadəcə bunlar çox belə kiçik ölçülüdür, amma bizim orada istifadə etdiyimiz daha böyük ölçülü modelləridir. Bura otelin həm restoran ilə pub bölməsidir. Burada da döşəmədə gördüyünüz kimi mühəndis lövhələri istifadə olunub. Biz öyrəşmişik açıq bu tipli teksturalar görəndə onu keramogranit kimi anlamağa, qələmə verməyə, amma burada biraz fərqlidir bu məsələlər. Parketin nə qədər dözümlü olduğunu və istənilən yerdə istifadə edə biləcəyinizi burada tam olaraq anlaya bilirsiniz. Düzdür, üzərində cızıqlar var. Uzun ömürlüdür, cızılmır deyə bilməyəcəyəm buna. Ümumi dayanıqlı. Burada çünki nəzərə alın ki, çöldə qar var, ayaqqabı ilə gəlib keçirlər üzərində gəzirlər. Yəni kifayət qədər yaxşıdır, şişməyib, hər hansı bir deformasiya görməm üzərində. Dağın ətəyində bir kənd kimi bir yer nəzərə tuta bilərsiniz, tam meşənin ortasında. Ab-ı hava mükəmməldir, möhtəşəmdir. Hər yer taxta, parket, şpon. Yəni burada laminat çox az yerlərdə görmək olur, rastlanmaq olur. Havalandırma mənfəzinə qədər taxtadır. Hər hissədə fərqli parket növündən istifadə edirlər. Bu həm də bir showroomun içindəymiş kimi bir ab-ı hava verir. Biz burada demək olar ki, Coswickin bütün modellərini görə bilirik. Növbəti günə başladıq. Bugün gəlmişik Coswickin əsas istehsalat yerinə, zavoda. İndicə çatmışıq. Burada bizə yəqin ki, bütün istehsalat prosesini göstərəcəklər. Özümüz də tam olaraq bizi nələr gözlədiyini bilmirik. Ona görə birlikdə keçək. Baxaq necə olacaq. Bura zavod daxilində olan showroomdur. Baxsanız burada belə fərqli parket növləri var. İstənilən rəng, ölçü seçimləri olmadan. Dünən bu məhsul haqqında ətraflı məlumat verə bilmədim. Biraz qarşılıq idi orada, amma bunlar akustik panellərdir. MDF üzərində nazik bir şpon çəkilib. Balaca dəliklər sayəsində isə səsi uda bilir. Burada fərqli kəsimlər mövcuddur. Biz adətən Mrezbeşka və ya İngilis, Fransız yolkalarını istifadə edəsək də, belə seçimlər də Bakıdakı showroomların bir çoxunda var. Əsas da Coswick markasında bu tipli kəsimlər daha çoxdur. Diqqət eləsəniz, fərqli formaların həm rənglər, həm formalar birləşməsi ilə belə bir kompozisiya yaradıblar. Ben gösterdim. İstifadə edildiyimiz mənzillər olub bunlarda. Standart görüntüdən çox uzaqdır bu modellər. Əgər fərqli bir döşəmə örtüyü istəyirsinizsə, mühəndis lövhəsi onsuz da bazarda seçə biləcəyiniz ən premium məhsuldur. 14-15 mm qalınlığındadır ümumi bu materialın ölçüsü və alt hissəsi diqqət eləsəniz fanerodur və üstündə 3, 4.2, 4.5 mm qədər olur. İndi modelə görə dəyişir. Şpon qatı var. Ən üst təbəqədə olan şpon qatıdır. Gələcək illərdə əgər ki, üzərini zilalamaq istəsəniz, 3 və ya 4 dəfə modelə görə fərqlənir. Bunu cilalamaq olar. Bu yarım at modeldir. Bəyənməsəm də seçimlər arasında var. Bu fərqli görünür. Şuradan bax. Kanada yolkasıdır. Bu da eyni formada. İndi isə xam malların olduğu bölməyə gəlmişik. Burada bizə xam malların necə gəldiyi haqqında, ağacların növləri haqqında da məlumat verirlər. Burada baxsanız hər birinin üzərində barkod var və öncədən
sistemə işlənilib, kodlanıb. Да. Burada xam mal hazırlanır, depolanmış məhsullar bura gəlir. Buradan keçən bütün paketlər, buradan feysləri oxunur və qeydlər olunur ki, harada düyünləri var. Bu bölmədə isə daha uzun paketlərin istehsalı həyata keçirilir. Balaca olan hissələrdən gördüyünüz kimi bu ölçüdə olan paketlərdən aparat belə bunları bir-birinə birləşdirir. Burada həmin o düyünlərin dolğu məsələsi həyata keçirilir, gördüyünüz kimi. Təzə bir list gəldi. Burada olan o xırda boşluqları, belə yerləri xüsusi dolğularla doldururlar şpaklopka ilə. Bu bölmədə isə xam paketlər dolğu və lak prosesinə girir və buradan hazır vəziyyətdə çıxır. Bu artıq hazır məhsullardır. Və burada qablaşdırılaraq çatdırılması həyata keçirilir. Upakovka edirlər, sonra da göndərirlər Bakıya. Bura isə istehsalatın en son bölməsidir. Burada hazır paketlər son yoxlamadan keçir və upakovka olunur, qablara yığılır. Burada biz parketin necə montaj olmasını gördük. Только замковой паркет. А подложку, если не клеить? Нет, будет паркет играть. Нельзя. Должно быть все надежно приклеено. Паркет шипа. Только ее смочить полностью в клей. Ну, то есть это эффект, не знаю, там, детской мочалки, да, то есть абсолютно безвредная. Ряд абсолютно, я рекомендую, ребята, в каждый ряд ставить клин. Поджимать. Если ближе, тогда слишком будет в кучу. Herkese bir yarış yeri görünüyor. Burada bize modullar veriliyor. Bunu vurmalıyız. 3 komanda var ayrı-ayrı. Kim tez yırtsa o odur. Birinci oyunda indi biraz saniye fərqini otuzluq ama komandamızı güvənlikdə görək. Sonunda ne de olmak üzere. Oyunu udutsaq da sonradan özümüzə tərəf çevirdik.
Bugünlük zavod gəzintimiz yekunlaşdı və son olaraq bizi gətirdilər gördüyünüz bu depoya. Burada bütün məhsullar depolanır, skladdır. Aşağıda isə biz parketlərin paçkalarını görə bilirik. Bura çox innovativ bir depodur. Bütün korobların üzərində QR kodlar var və bu sayədə də hansı məhsulun hara gedəcəyini rahat şəkildə ayırd etmək olur. Məhsulların üzərində dediyim QR kodlar bunlardır. Hamısı fərqli adlandırılıb. Bu da elektron formada məhsulları bir-birindən ayırmağa kömək edir rahat şəkildə. Buradakı avtokarların özündə də bir sistem var. Gələndə birbaşa məhsulun QR-ını oxuyur. Artıq hara gedəcəyi ona belli olur. Все, что есть, это клей тут. Все остальное это составное для клея, химия всякая. Ее заказывают у нас на производстве, мы им отправляем, они там изготавливают клей и привозят нам клей обратно уже в готовом виде. Bugün isə bizim Belarusiya səfərimizin sonuncu gecəsidir burada. Sabah artıq bu saatlarda çox güman ki, aeroportda olacaq. Bu gün ərzində əslində biz sadəcə oteldə olan konferans otağında seminar keçdik. Bu seminarda biz həm parketin necə təmizlənməsini, həm də dünən artıq zavodda hansı məlumatlar verilmişsə, onların bir təkrar kimi, bir sorğu-sual kimi elədik. Çox maraqlı oldu ümumiyyətlə, çox yeni şeylər öyrəndik və bugün demək olar ki, belə vidalaşmaq mərasim kimi bir tədbir təşkil ediblər. Burada belə bir caz tədbirimiz olmalıdır. Belə maraqlı hazırlıq görüblər. Burada başqa qonaqlar da var. Amma bizim üçün belə bir masa hazırlayıblar. Çox maraqlıdır, çox istiqanlıdırlar, çox qonaqpərvərdirlər. Yanaşma xoşdur, fərqlidir. İndi saat 9-dur axşam. Gözləyirik ki, gəlsin bizim digər yoldaşlar da, həmkarlar da. Tədbirimizə başlayaq. Əziz müəllim də buradadır. Əziz müəllim bu tədbirin təşkilatçısıdır. Sağ olsun, 3 gündür bizimlə əziyyət çəkir. Belə, hər şey əladır, atmosfer superdir. İndi tədbir də başlasın, çəkim nəsə, onu da videomuza əlavə edəcəyim. Seni, I am vlogging. Do you want to say anything to our followers? Who are your followers? My followers is our customers and our fans. Okay. So Senya bizim bu layihənin təşkilatçılarından biridir və bizi 3 gündür burada məlumatlandırır parket haqqında. Sen say something. hi guys. We are in the middle of nowhere, actually in the forest, in the woods of Belarus, but I'm sure we're having fun, right? Yes. So we are going to listen to nice music. Maybe one day you also will visit our Cosmic place and will enjoy. Thank you for anything. You're really kind people. Thanks. Thank you very much. Okay. Senya'dan da bu qədər. Biz artıq növbəti saatlarımızı istirahətə, əyləncəyə sərf edəcək gördüyünüz kimi. Həmkarlarımız da deyir ki, müsahibə vermək istəyir. İndi Muradın dəyərli fikirlərini alaq. Murad, nə fikirləşsən bu gəzinti haqqında? Həmkar dostlarımla çox gözəl bir həftə yaşayırıq. Çünki Belarusiyanın Minsk şəhərində yerləşən Belia Parkda bütün həmkarlarımla toplaşmışıq və Kosvik'in fabrikasında olduq. Və demək istəyərdim ki, çox möhtəşəm bir məkandır, çox möhtəşəm bir yerdir. Yalnız Sen kısma. Kırmızıyla mısın? А kirələr Ses bağırısında gül. elə уже orada yaxın.
Bugün bizim Belarus səfərimizin sonuncu günüdür. Günə başlamışıq. Səhər yeməyini yedik oteldə. Otelin tərkibində olan seminar otaqlarında bizi iki fərqli seminar gözləyir. Biri psixoloji, digəri isə marketinqlə bağlıdır. Mən marketinq seminarını keçəcəm, Fidan isə psixologiyanı seçib. Keçək başlayaq görək günümüz necə gedir. Bu seminarlardan sonra günorta yeməyi yeyib, yola düşəcəyik Minsk şəhərinin mərkəzinə. Biraz şəhəri gəzib, alış-veriş eləyəcəyik, ondan sonra isə şam yeməyinə oturacaq və sonra isə aeroporta doğru yola düşürük. Axşam saat 11-12 civarı bizim Bakıya uçuşumuz var. Sabahdan artıq Bakıda olacaq. Keçək baxaq bu günümüz necə gedəcək. Hava əladır. Çox təmiz və belə orta istilikdə. Nə isti deyəcəm, nə soyuq. Bu hava belə. Orada çay axır. Bura bizim seminar otağımızdır. İlk seminar təcrübəm deyil marketinqlə bağlı, amma xarici təcrübələr də təbii ki, maraqlıdır və düşünürəm ki, bizim işə yanaşmamıza da kifayət qədər yaxşı təsir edəcək. Onu da söyleyeyim. Bu da uzun 12. Поддерживаем, это как саппорт. Помогающий. Выбегает в Беларусь, вылетает в одном ботинке. Это импульсивно. И он в такси садится и говорит, чемодан забыл. Oteldən çıxmışıq, indi gedirik Minsk şəhərinin mərkəzinə, gəzintiyə. Anladım. Tamam, burada da. Qarşıda bələdçi xanım var. Sağ olsun yol boyu. İcazə verməyib 5 dəqiqə şəhərə baxaq. İndi də danışır. У нас остались храмы православные 17 века, католические костелы остались. 2 года там проводят раскопки, там есть уже музей. И чтобы вы понимали, там столько исторических вещей, что вот в любой точке идешь, землю берешь в руки, у тебя 100% что-нибудь в руках будет. Возможность. Вот благодаря ему у нас и сохранилось наше Троицкое предместье. Дело в том, что здесь была больница, где лечили обычных людей, а потом здание стало рассыпаться. Его выставили на аукцион, и его выкупают частники и делают из него гостиницу серии Хилл. Смотри, это чудное историческое здание, которое пережило Великую Отечественную войну. А что вам подсказала? Может быть, вы умеете. А здесь что? Сейчас, да, расскажу. Belarusiyanın tam da mərkəz hissəsindəyik. Burada biri-birindən gözəl arxitekturda binaları var, kilsələr var. Və bələdçimiz bizi bu hissələrlə ətraflı şəkildə tanış edir, məlumatlandırır. Bu hissələr daha belə sıxlıqdır. Amma şəhərin öz ümumi quruluşunu deyə bilərəm ki, çox da sıx deyil Bakı qədər. Все, многие товары белорусские. У нас тоже есть ЦУМ. Но он у вас уже... Да, такой полусовременный. В Москве бренды, а здесь прям такой, как толстый. Вы на нас. Смотрите, мозаики. Да. И настоящие. Mozaik. Və günün sonunda dediyim kimi şam yeməyini etdik və indi molda alış-veriş edirik. Buradan isə yollanırıq aeroporta. Buradaki bu araç.
sən çəkmişdin deyəsən, hə? Oyda çox qəşəngdir bu. Və beləliklə Belarusya səfərimizin də sonuna çatdıq. Hava limanındayıq hal-hazırda. Bir yarım saata TR-də olacaq, Bakıya yollanırıq. Bu 5 günlük gözəl təcrübə üçün Parket City'yə və Kostifika xüsusi təşəkkür edirəm. Bizimlə burada əziyyət çəkən əziz müəllimə də buradan öz dərin təşəkkürümü bildirirəm bütün komanda adına. Həqiqətən çox gözəl. Həm təcrübə qazandıq, həm də yeni dostlar, münasibətlər əldə etmiş olduq. Düşünürəm ki, bu videomuzu artıq sonlandıra bilədik. Kameramda zaryadkası bitir. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.